şəhidlərimizə rəhmət eləsin. Allahın salamı olsun şəhidlərimizə. Biz də Azərbaycan Respublikasının şəhid ailələri, əllər və müharibə veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi olaraq bugün qəhrəman şəhidimiz Əhməzov Səid Turuşoğlu'nun anım günüdür. Məkanı cənnət olsun, ruhu şad olsun. Allah yaxınlarına, Samaya bacı, sizə, hər birinizə səbir dözüm versin. Şəhidlərimizin hamısı qəhrəmandır, əskərlərimizin hamısı qəhrəmandır. Biz bugün şəhidlərimizin hesabına azad firavan yaşayırıq, nəfəs alırıqsa bir ömür boyu qəhrəman şəhidlərimizə borcluyuq. Qazilərimizə, veteranlarımıza borcluyuq. Torpaqlarımız uğrunda canından keçən qardaşlarımıza borcluyuq. Allah sizə səbir dözüm versin, Samaya bacı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz də bizim cəmiyyətimiz adından, İctimai Birliyimiz adından qəhrəman şəhidimizin xatirəsinə qalsın deyə bu fəxri fərmanı cəmiyyətimiz adından, öz adımızdan sizə təqdim eləyək. Mahirə bir daha götür. Bizim cəmiyyətdən xatirə qalsın. Allah şəhidimizə rəhmət eləsin. Bizim İctimai Birliyinin, cəmiyyətimizin, şəhid ailələri, əllər və müharibə veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədrin birinci müavini Dürdane xanımın da öz çıxışı var, öz sözü var. Buyursun desin. Allah rəhmət eləsin, qəhrəman şəhidimizə, ruhu şad olsun, məkanı cənnət olsun. Biz bugün qəhrəman şəhidimiz Əhməzov Səid Turuşoğlu'nun xatirəsini anırıq. Bu qarşısında baş əyirik. Onun valideynlərinin Allah ruhunu şad eləsin. Səmaya xanım elə onun belə deyək də anası sayılır. Yəni bu ağrını, bu acını o öz çiyinlərinə götürüb, öz çiyinlərində daşıyır. Səmaya xanıma baş sağlığı veririk. Mən bayaq Şəhidlər Xiyabanında da dedim bu sözü. Mən yenə də təkrar edirəm. Bəli, biz bir daha yəni bunun şahidi oluruq ki, Səid doğrudan da bir qəhrəman şəhid olubdur. Çünki yenə deyirəm, onun dostları ilə, onun bugün belə deyək də, bugün bizim qazilərimiz, veteranlarımız canlı tarixdələr, şükürlər olsun ki, sağdılar. Səidin dostları Səidin haqqında o qədər xoş xatirələr danışırlar, onun qəhrəmanlığı haqqında. Biz bir daha əmin oluruq ki, doğrudan da Səid bizim vətənimizin, xalqımızın qəhrəman igid bir övladı olubdur, qəhrəman döyüşçü olubdur, həmişə öz sinəsini irəli verən bir oğul olubdur. Ruhu qarşısında biz onun baş əyirik. Mən arzu edirəm ki, bizim igid oğullarımız bir daha qan tökməklə torpaq almaq məcburiyyətində qalmasınlar. Bir daha xalqımız pis gün görməsin, analarımızın, atalarımızın gözü yaşlı qalmasın. Çünki biz yetəri qədər qurbanlar vermişik. Yəni o dövrlər mənim xatirimdədir. Biz necə öz torpağımızdan necə qaçmışıq, belə deyək də, məcburən. Və bizim qəhrəman oğullarımız döyüşə atıldılar. Səid kimi oğullarımız döyüşə atıldılar. Yəni bugünkü gün onları xatırladıqca onların nə qədər ağır döyüşlərdən, əziyyətli yollardan keçdiyinin bir daha şahid oluruq. Bəlkə də kənardan baxana bu biraz asan görünə bilər, ancaq bu belə deyil. Həqiqətən də belə deyil. Və bizim şəhid analarımızın, bacılarımızın çəkdiyi ağrını, acını mən həmişə duyuram, həmişə hiss edirəm. Bəlkə də başqaları bəlkə də bunu biraz yüngül qəbul edə bilər, ancaq bu belə deyil. Onların çəkdiyi o, Səmaya xanım hər Şəhidlər Xiyabanına gedəndə, inanın ki, oradan Şəhidlər Xiyabanına qədər onun göz yaşı heç vaxt dayanmır. Yəni bizim Səid kimi nə qədər oğullarımız öz canlarını, qanlarını bu torpaqlar uğrunda qurban verdilər. Və burada bir də bizim döyüşçülərimiz durur. Bax, hər üçü qazidir, veterandır, hər üçü o yolu keçibdir. Şükürlər olsun bugün onlar sağdılar və Səid haqqında hər birisi öz xatirələrini danışır. Nə deyim mən, Allah ruhunu şad eləsin. Yəni biz o günləri xatırlayırıq. Nə qədər əzablı bir yollar keçdik bizim hər birimiz. Mən hərdən düşünürəm ki, yəni bizim gəncliyimiz belə deyək də, həmişə deyirəm ki, mənim gəncliyim olmadı ki, yəni biz nə zülümlər çəkdik. Amma bir tərəfdən düşünürəm ki, mənim bu sözü deməyə ixtiyarım çatmır. Çünki
Şəhid kimi qəhrəman igid oğullarımız öz arzuları yarımçıq qaldı. Cavan ikən bu dünyadan köçdülər. Yəni bugün biz həyatdayıq. Yəni mənim o dilə eləməyə heç bir ixtiyarım çatmır. Allah ruhu şad eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Səma xanıma Allahdan baş sağlığı diləyirəm. Yəni biz həmişə sizin yanınızdayıq. İşte Səma xanım həqiqətən də çox vətənpərvər bir xanımdır. Çox, hər zaman yanımızda. Baxmayaraq ki, şəhid bacısıdır. Mən ona anası deyərdim, yenə deyirəm, o həmişə o yükü öz çiyinlərində daşıyır. Ancaq bununla bərabər o heç bir şəhidimizin ziyarətindən qalmır. Bizlə bərabər çiyin-çiyinə bütün rayonlarımızı ziyarət edir, bütün rayonumuzda olan şəhidlərimizi ziyarət edir və bunu özünə də borc bilir. Mən çox istərdim ki, bizim xalqın belə vətənpərvər oğul qızları çox olsun. Çox olsun ki, bu şəhidlərimiz unudulmasın. Çox olsun ki, şəhidlərimiz heç vaxt yaddan çıxmasın. Çünki biz buna borçluyuq. Bugün biz azad nəfəs alırıq. Kimlərin hesabına? Səhvkim oğullarımızın hesabına. Və bunu unutmağa da bizim heç birimizin ixtiyarı çatmır. Ruhu qarşısında mən baş əyirəm. Allah rəhmət eləsin. Məkanı cənnət, məqamı uca olsun. Ruhu qarşısında baş əyirik. Allah bir də xalqımız, vətənimiz övlad itkisi verməsin, oğul itirməsin, qan tökülməsin. Allah əskərlərimizi, ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun. Amin. Pis günlər geridə qalsın. İnşallah. Sağ olun. Buyur. Ben de ne diyorum? Sağ olun. Dikkatinize göre. Ada sarmışsa şehidimizi, Tehmezov Seyit. Borcumuz. Dikkatinize göre çok sağ olun. Atalar mesela var. Diğer torpakta yüzü olan, Yusuf'la yüzü olur. Allah rahmet eylesin. Cem Amin. şehitlerimize. Gelen eviniz var olsun. Sağ olun. Dikkatinize göre teşekkür ederiz. Sağ olun. Kimsə nəsə deyir. Allah Seyyidə rəhmət eləsin. O cümlədən də bütün torpaq üzərində ölən şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Səyid bizim üçün dəyərli oğuldur. Dəyərlidir. Səyidinə çox xatirələrimiz var. Yaxşı oğlandır. Allah ona rəhmət eləsin. Amin. Məkanı cənnət Amin. olsun. Sağ olun. Onlar var ki, biz də varıq. Onlar bizi yaşadan onlar olurdu. Onlar olmazsa biz də olmazdıq. Allah Seyyidə rəhmət eləsin, o cümlədən də Amin. bütün şəhidlərimizə rəhmət eləsin. Allah qafilədə rəhmət eləsin, həbidə də Amin. rəhmət Amin. eləsin. Çaxırının bütün şəhidlərinə, İskəndərə, Səburiyə, Zülfəliyə, Allah bütün Səburiyə, şəhidlərimizə. Azərbaycanımızın bütün Ailəcə, şəhidlərinə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Tabii. Anası Həbinazın dili ilə deyimdə, Deyin. deyir oğul unutmarıq sizləri, qan içində gülümsəyən üzləri, bütöv gedib yarı gələn oğullar. Hamınıza Allah rəhmət eləsin, Amin. ruhumuz şad olsun, İmam Peyğəmbərlə məşhur olun, ağam İmam Hüseynlə məşhur olun, anam Fatimə-i Zəhra daima başınızın üzərində olsun. Amin. Allah rəhmət eləsin sizlərə də Allah Sağ olun. səbrin